Amma dediyim kimi, səhvlər olanda, yıxılanda kənar təsirlər yenə də başlayır. Odur ki, tənqid, gördüm biz deyildik belə olacaq, biz bilirdik ki, heç nə olmayacaq və s. Yenə də bu motivasiya, verilmiş motivasiyanın, xaricdən olan motivasiyanın səbəbləri var ki, yenə də səni özləri istədiyi istiqamətə yönəltmək üçün alət kimi istifadə olunur, manipulyasiya da deyə bilərsin buna. Və sənin daxili motivasiyan o qədər güclü olmalıdır ki, sən həmin o xarici motivasiyalara qalib gələsən. Yəni, sən o qədər nə istədiyini bilməlisən ki, kənardan olan təhlükələrə güc gələsən və sonra nəticə əldə edəndə hamı deyəcək ki, biz bilirdik, biz inanırdıq belə olacaq. Yox, sən həmişə inanmışsın sənə. Amma uğursuz olanda da eyni şey deyirlər. Yəni, biz bilirdik ki, belə olacaq, uğursuz olacaq. Ona görə mən istəyərdim ki, insanlar hər kəs dərin özünü araşdırsın, başa düşsün ki, onlar həyatdan nə istəyirlər və ora gedən yolda öz disiplinlərini qursunlar, vərdişlərini qursunlar. Misal üçün, mənim vərdişlərimdən biri odur ki, mən eləmək istəmədiyim heç nə eləmirəm. Bir şeyi mütləq ki, mən bir səbəbim olmalıdır ki, mən onu başlayayım və yaxud eləyim. Misal üçün, mən bura gəlməkdə də müəyyən səbəblərim var, motivasyon var. Nədir burada məqsəd? Birincisi, gənclərin ünsiyyət quranda mən də çox şeylər öyrənirəm və cəmiyyətin hara getdiyini başa düşürəm. Çünki siz cəmiyyətimizin gələcəyisiniz.